Salam, hər vaxtınız xeyir olsun. Bugün də yağış yağdı. May ayının 14-üdür. Və hər gün, hər dəfə yağan bu yağışlar məhsulun zay olmasına gətirib çıxardı, çürüməsinə. Və bu da son illərdə baş verir. Əvvəllər bu cür yağışlar yağmırdı. Havalar bu cür soyuq deyildi. Bunun da səbəbi isə iqlim dəyişkənliyidir. Bilmirəm, bu iqlim dəyişkənliyi lokal xarakterlidir, yoxsa qlobal xarakterlidir. Hər halda bizim zonalara çox təsir eləyir. Və bütün bunlar haqqında mən növbəti videolarda gələcəkdə bir iqlim dəyişkənliyinə aid bir video çəkəcəm. Və bu barədə ətraflı məlumat toplayacağım. Ümid edirəm ki, faydalı video olacaq və siz də bəyənəcəksiniz. Hələlik özünüzə yaxşı baxın. Növbəti videolarda görüşənədək abunə olmağı və paylaşmağı unutmayın.